Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə ən son paylaşdığım sertifikasiya sınaq imtahanının izahına baxacağıq. Sınağın adı sertifikasiya iyunu idi. Burada cavabsız versiyadan izah edəcəm. Çünki hər suala təxminən 3 saniyə gözləmə vaxtı verəcəyik və kimlər sınağı işləməyibsə sualı dayandırar, əvvəlcə sualı özü işləyər, daha sonra cavabla tanış olar. Daha dəqiq desək, videonu dayandırıb sualla tanış olar. Başlayaq suallarımıza. 1. Doğru olmayan fikir müəyyən edin. Savanna və seyrək meşələr mülayim işlama qurşağında rast gəlinir. Bəli, mülayim işlama qurşağında savanna seyrək meşələr təbii zonası mövcuddur. Nümunə kimi hara demək mümkündür? Demək, Afrikanın cənubunda və yaxud Hindistan yarımadasında və s. Codyarpaqlı, həmişəyaşıl və meşə kolluqlar subtropik iqlim qurşağının bərabər rütbətli iqlim vilayətinə rast gəlinir. Doğrudur, Avstraliyanın cənub-şərq qutaracağında mövcuddur. Subtropikin bərabər rütbətlisində. Qırmızı qara torpaqlar Pampa təbii zonası üçün xarakterikdir. Yəni Pampa zonasına yayılıbdır. Doğrudur. Pampa Cənubi Amerikanın çöl təbii zonasıdır. Orada da qırmızı qara torpaqlar yayılmışdır. Avropa qitəsi və Afrika materikində dəyişkən rütubətli meşələr təbii zonasına rast gəlinmir. Avropa qitəsi tamam doğru idi, amma Afrika materikində mövcuddur. Hansı ki, demək, ekvatorun şimalında, cənubunda. Daha dəqiq desək, ekvatorial meşə və kolluqların həm şimalında, həm də cənubunda dəyişkən rütubətli, o cümlədən musson meşələri mövcuddur Afrikada. Yanlış cavab bu idi. Y bəndinə baxırıq. Çin, Ukrayna, Uruqvay və ABŞ-da çöl meşə çöl təbii zonasına rast gəlinir. Bəli, 4-ündə də mövcuddur. Doğru cavab D variantı. İkinci sual. Doğru variantı müəyyən edin. Fizik xəritələrdə dövlətlər və sərhədləri qeyd olunur. Xeyr, qeyd olunmur fizik xəritələrdə. Bu yanlışdır. Siyasi xəritələrdə dağlar və düzənliklər qeyd olunur. Xeyr, bu da yanlışdır. Ölkələr və yaxud onların hər hansı bir hissələri qeyd olunur. Daha sonra tematik xəritələrdə qarşılıqlı əlaqədə olan bir neçə komponent əks olunur. Bu kompleks xəritəyə aiddir, tematika yox. 7. D bəndinə baxırıq. Kompleks xəritələr məzmununa görə xüsusi xəritələrə daxildir. Bəli, kompleks xəritələr onsuz da xüsusi, yəni tematik xəritələrin içərisində gedir. Doğru. Onun tərkibinə daxildir. Kontur xəritələrdə dövlət sərhədlərini müəyyən etmək mümkün deyil. Əlbəttə ki, mümkündür. Həmin sərhədlərə uyğun rəngləmə aparmaq da mümkündür. Cavab D bəndi. Üçüncü sual. "30 cənub enliyi ilə 20 şimal enliyinə günorta vaxtı günəş şüalarının düşmə bucağı eyni olan zaman günəş şüalarının zenitdə olduğu enlik haqqında doğru fikirləri müəyyən edin." Bu tipli suallarda günəşin zenitdə olduğu məntəqəni tapmaq üçün coğrafi enliklərin dərəcə fərqini yarıya bölün. 30 çıxaq 20 bölək 2 bərabərdir 5-ə. Yaxşı, böyüyün enliyi hansıdır? Böyük 30-dur, 30-un enliyi də cənubdur. Yazırıq cənub enliyi. İkinci qayda. Biri şimal, biri cənub. Toplayırsınız. 30 plus 20 bərabərdir 50. 50-ni bölün 2-yə etsin 25. Ya 30 cənubdan 25 dərəcə şimal istiqamətinə get, ya da 20 şimaldan 25 dərəcə cənub istiqamətinə get, yenə də 5 cənub enliyinə çatmış olarıq. Məntəqəmiz 5 cənub. Ona aid fikirlər. Ekvatorla arasındakı ən qısa məsafə 5550 olmaz.
Əgər 5 yox 50 olsaydı doğru olardı. Getdi. Şimal və cənub coğrafi qütbündən eyni məsafədə yerləşir. Xeyr. Əgər ekvator olsaydı belə olardı. Getdi. Günəş şüalarının minimal düşmə bucağı 61.5-dir. 90 çıxaq 5 çıxaq 23.5, o da bərabərdir 61.5-ə. Doğrudur. İl ərzində günəş şüaları üzərində 2 dəfə zenit olur. Tropiklər arasında istənilən məntəqədə bəli 2 dəfə zenit olur. Doğrudur. Yer oxu ətrafında hərəkət sürəti ən yüksək olan paraleldir. Bu paralel ekvatordur. 5 cənub enliyi deyil. Yanlışdır. Şimal tropik ilə arasındakı ən qısa məsafə 3163,5 kilometrdir. Şimal tropiki 23.5 olduğundan 23.5'in üzerine gələcək 5, biri şimal biri cənub olduğuna görə vuracaq 111'ə və həqiqətən də alacaq ki 3163,5 kilometrdir. Doğru. Doğru cavabımız E variantı idi. Dördüncü sual. Ölkələr, ortaq xüsusiyyətlər, doğru yanlış. Singapur və CAR köçmə kapitalist ölkələrdir. Burada biz Singapuru köçmə kapitalist ölkəyə götürə bilmərik. Yanlış olmalıydı. Getdi. Macaristan və Qırğızistan Türk Birliyi Təşkilatında müşahidəçidir. Müşahidəçi Qırğızistan deyil, Macaristan və Türkmenistandır. Türkmenistandır. Yanlış şiirdir, qarşısına da yanlış qoyulduğuna görə götürdük. Meksika və İsrail sahilləri iki okean hövzəsində yuyur, sahillərini. Doğrudur, Meksika Atlantik sakit, İsrail isə Atlantik və Hind okean hövzəsi. Qarşısına doğru qoyuluq deyə götürdük. Türkiyə və Peru daxili suları iki okean hövzəsinə daxildir. Türkiyə həm Atlantik, həm Hind. Peru isə həm demək Atlantik, həm də Sakit okean. Peru'nun Atlantik okeana çıxışı olmasa da buradan başlayan misal üçün Amazon qolları Atlantik okean hövzəsinə aiddir. 4 doğru. İspanya və Bangladeş Hind-Avropa dil arasına daxildir. Doğruydu, amma qarşısına yanlış qoyubdu. Getdi. Angola və Rusiya monosentrik ölkələrə daxildir. Rusiya polisentrikdir, monosentrik deyil. Yanlış olmalıydı. Bu da getdi. Cavab 2, 3, 4. A variantı. 5-ci suala baxırsınız. 4 rəqəmi ilə göstərilmiş iqlim tipini müəyyən edin. 4 rəqəmi əlbəttə ki, yay quraq keçən mülayim istidir. Qışı quraq keçən soyuq iqlim 7 ilə göstərilib. Qışı quraq keçən mülayim isti iqlim 3 ilə göstərilib. Bərabər yağıntılı mülayim isti iqlim 5 ilə göstərilib. Yayı quraq keçən soyuq iqlim isə 6 rəqəmi ilə göstərilib. Altıncı suala baxırsınız. Tropik işıqlanma qurşağında yerləşən şəhərləri müəyyən edin. Baxaq. Manila, Filippin, Luanda, Angola. İkisi də tropikdir. Bu doğru cavabımız. B bəndində Caracas, Venezuela uyğun gəlirdi. Amma Tunis şimal mülayim işıqlanma qurşağındadır. Getdi. B bəndində Tripoli, Livya şimal mülayim işıqlanma qurşağındadır. Şəhər Singapura bu uyğun gəlirdi. D bəndində Canberra burada pozurdu qanun uyğunluğu. Canberra Avstraliyanın paytaxtıdır. O da cənub mülayim işıqlanma qurşağında yerləşirdi. Santiago isə Çilinin paytaxtıdır. Brazzavil, Kongo doğru gəlirdi. Amma San Diego, Abşan, Sansan megapolisində yerləşən şəhərlərdən biridir. O da şimal mülayim işıqlanma qurşağında yerləşir. Yeddi. Doğru olmayan fikirlərimi seçin. Mülayim kontinental iqlim tipi yalnız şimal yarımkürəsində mövcuddur. Xeyr, cənubda da var. Argentin ərazisində mövcuddur cənubda. Krım tatarları Türk dil qrupunun
Oğuz qoluna daxildir, doğru. Ona görə çıxırıq bu cavabı. Dağama gəlmə illik deyil, çox illikdir. Yanlışın bir də budur. Yəni ritmik proses olaraq. Avstraliyanın şimal ucqar nöqtəsi Afrikanın cənub ucqar nöqtəsindən daha şimalda yerləşir. Doğrudur. York burnu həqiqətən də iynə burnundan daha şimalda yerləşir. Daha sonra Newcastle dəniz limanı ən isti okean hövzəsinə daxildir. Newcastle Avstraliyanın Sakit Okeanı dəniz limanıdır. Doğrudur. Sakit Okean hövzəsinə daxildir. Aerokosmik metod coğrafiyanın ənənəvi yox, yeni tədqiqat metodudur. 6 isə səhv bu idi. 1, 3, 6. Cavab D variantı. Səkkizinci suala baxırsınız. Tuvalar aiddir Buddist türklərə. Başqırt və Özbəklər İslamdır. Xakaslar və Altaylar Şaman türklərinə daxildir. Daha sonra Çuvaşlar və Qaqazlar Xristiyan türklərinə daxildir. Krımçaklar və Karamilər isə Yahudi, yəni İudaizmə aiddir. Cavabımız olur burada C variantı. Doqquzuncu suala baxırsınız. Verilmiş xüsusiyyətlər hansı heyvandarlıq sahəsinə aiddir? Təbii şəraitdən asılığı az olan bir donuzlu bir quşdur. Əgər GMO daha çox tətbiq olunursa, biz quşçuluğu götürəcəyik. Broiler təsərrüfatı buna nümunə ola bilər. Daha sonra 10-cu suala baxın, daha sonra izahını verim. Xəritə sxemdə göstərilən ölkələr üçün ümumi ortaq fikirləri müəyyən edən. 1 İsveçdir, 2 isə Macarıstan. Materikdaxili ölkədə İsveç yox. Rəsmi dövlət dili Hind-Avropa dil ailəsində mənsubdur. Macarıstan xeyr, Macarıstan Ural dil ailəsidir. Yerləşdiyi qitənin ərazisi 3 yarımkürədədir. Avropa bəli 3 yarımkürədədir. Şimal, şərq və qərb. Doğru. Ərazisindən Dunay çayı axır. İsveçdə Dunay çayının nə işi var? Getdi. Daha sonra baxaq görək hansı var. Bütövlükdə və ya əsas hissəsi mülayim iqlim qurşağında yerləşir. Bütövlükdə və yaxud əsas hissəsi mülayim iqlim qurşağında yerləşir. Bəli, mülayim iqlim qurşağında yerləşir. Doğru. Daha sonra Vasiqan bataqlığının yerləşdiyi ölkə ilə həmsərhəd deyil. Rusiya ilə bəli sərhədi yoxdur. 3, 4, 6 deyəsən burada cavabımız yoxdur. Bir də yenidən baxım. Materikdaxili ölkə İsveç getdi. Rəsmi dövlət dili Hind, Avropa, Macaristan getdi. Bizə də ortaq deyirsə, Dunay çayı keçir, İsveç getdi. 3, 4, 3, 5, 6 daha doğrusu. 3, 5, 6 da variantlarımızda yox olmadığına görə özümüzdən yazırıq. 3, 5 və 6. Doğru cavabımız. Ticarət dövriyyəsi 200 milyard dollar olan ölkədə illik ixrac edilən ümumi məhsulun miqdarı 130 milyarddır. Ticarət balansını tapın. Əvvəlcə görə ticarət dövriyyəsi nə idi? Ticarət dövriyyəsi bərabərdir ixrac plus ithal. Dövriyyə 200-dür. İxrac 130 olarsa, ithala qalacaq nə qədər? 70. Bəs balans nə idi? Balans isə ixrac və ithal arasındakı fərqdir. Yəni 130 çıxaq 70. O dedir 60 milyard dollar. Sonra Hind okean hövzəsində yerləşən dəniz limanları baxaq. Əvvəl düzünüz baxın.
Mumbai Hindistan'da Hind Okean sahilindədir. Yəni Hind Okean hövzəsinə aiddir. Mina Əl-Əhməd isə Küveyt uyğun gəldi. B bəndində Dampier Avstraliya düzü idi, amma Lagos Nigeriya gedirdi, Atlantik Okean. C bəndində Port Hedland Avstraliya düzü idi, amma demək Nimbo Pozorda burada Sakit Okeanda yerləşən limandır. Sonra D bəndində Xark İrana məxsus düzü idi, amma Tampa Atlantik Okeanda idi, ABŞ-ə məxsusdur. Bektaş isə Xəzər dənizində yerləşən dəniz limanı olduğuna görə Bektaşı da götürə bilmərik. Cavab qaldı A variantı, Hind Okean hövzəsinə aid olan. Türkmənistana məxsus limandır Bektaş. 13-cü suala baxın, izahını verim. Yerin öz xəyalı oxu ətrafında hərəkət sürətinin dəyişməsi nəticəsində 16-cı saat qurşağın ucqar şərq nöqtəsi 162 dərəcə qərb uzunluğuna uyğun gələrsə, 50 şimal enində yerləşən Samara şəhərinin yer oxu ətrafında hərəkət sürətini metr bölü saniyə ilə hesablayın. Biz bilirik ki, məntəqənin yer oxu ətrafında hərəkət sürətini tapmaq üçün bir dərəcə köşünü bir saata nə qədər dönürsə ona vurmağımız kifayətdir. Əvvəlcə görək, yer öz oxu ətrafında bir saata nə qədər dönür. 16-cı saat qurşağının şərq nöqtəsi 16:5. 16:5 saata əgər yer öz oxu ətrafında 198 dərəcə dönürsə, 1 saata x dönər. Bəs 198-i haradan aldıq? 162 qərb uzunluğu verdiyinə görə 360-dan çıxmalısınız. Tamam, 198-i böləcək 16:5-ə edəcək 12. X bərabərdir 12. 1 saata yer öz ox ətrafında artıq 12 dərəcə dövr edir. 50-ci paraleldə 1 dərəcə qövsümüzün uzunluğu 71.7 olduğuna görə 71.7-ni vurursunuz 12-yə. Baxın neçə edir. Aha, bərabərdir 860,4 kilometr bölünsün saat. Amma bizdə ən sonda metr saniyə soruşduğuna görə 1 kilometr 1000 metrdir. Ona görə də 860,4-ü vuracaqsınız 1000-ə. Və 1 saatımda 3600 saniyə olduğuna görə böləcəksiniz 3600-ə. Cavab edəcək 239 metr bölünsün saniyə. On dördüncü suala baxırıq. Udinlər əsasən hansı iqtisadi rayonda məskunlaşmışdır? Udinlər daha çox Şəki-Zaqataladadır. Xüsusilə də Qəbələnin Niç kəndində və Oğuz şəhərində məskunlaşıblar. 15-ci suala diqqət yetirin. Xüsusiyyətlərinin aid olduğu ölkəni və onun haqqında doğru məlumatın verildiyi variantı müəyyən edin. Yeni sənaye ölkələr qrupuna daxildir. Unitar respublikadır. Qeyri ölkələrinə daxil deyil. Burada bir neçə ölkə uyğun gələ bilər. Biz bunu cavablardan baxacağıq. Çili verilən əlamətlərə uyğun gəlirdi. Amma paytaxtı Santiago tropik kontinental yox, subtropikin Aralıq dənizində yerləşirdi. Ona görə getdi. Türkiyə G20-yə üzdür. Ona görə çıxırıq. Bizə lazımdır G20-yə üzv olmasın. Malayziya unitar deyil, nə də ki respublika deyil, getdi. Meksika G20-yə üzdü. Əlavə olaraq Meksika federativdir. Uruguay doğru. Və yalnız iki ölkə ilə deyir həmsərhəddir. Bu da doğru.
Uruguay bir Braziliya ilə, bir də Argentina ilə sərhəddə malikdir. Cavab Y bəndə. Daha sonra deyir, çayın mənbəyi ilə mənsəb arasındakı atmosfer təzyiq fərqi 500 mm civə sütununa bərabərdir. Çayın uzunluğunu 200 km olarsa, uzunluğu 2000 km daha doğrusu, onun meyliyini hesablayaq. Meyliyi tapmaq üçün düşməni uzunluğa bölməliyik. Düşmə görək neçə metrdir? 5000 metr. Çünki 500 mm civə sütunu 5000 metr deməkdir. 5000 metrimdə 5 kilometr demək, 5 kilometr eləyir. Fərqi yoxdur. 5000 bölünsün 2000 yazaq, metrlə hesablayaq. O da bərabərdir 2,5 metr bölünsün kilometr. Metr bölünsün kilometrlərə baxırıq. Y bəndə uyğun gəlmir, C bəndə uyğun gəlmir, B bəndə uyğun gəlmir. Keçdik A yoxsa D. Əgər santimetrlə verilibsə, 2,5-i 1 metrim 100 santimetr olduğuna görə 100-ə vurmalıydı. Ona görə A bəndə getdi. Cavab D bəndədir. Kilometrlə veribsə 2,5-i 1000-ə bölməlidir. O da həqiqətən də 0,1025 edirdi. Doğru cavabımız D variantı. 17-ci suala baxırsınız müəllimlər. Mezozoy erasının dövrlərini müəyyən edin. Əlbəttə ki, Mezozoy Trias Jura təbaşirdir. Kember, Ordovik, Silur və yaxud Devon, daş kömür, Perm bunlar daxildir Paleozoya. Paleogen, Neogen, Antropogen Kaynazoyundur. Y bəndə isə qarşılıqdır. Paleozoy və Mezozoyun qarşılıq eraları, dövrləri daha doğrusu göstərilibdir. 18-ci suala nəzərə getirin. Doğru olmayan fikri müəyyən edin. Havanın nisbi rütubət göstəricisi 28% olarsa, belə hava normal rütubətli hava sayılır. Xeyr, demişik ki, 30-a qədər quru havadır, 30-60 arası normal rütubətli havadır. 60-dan yuxarı olduqda isə rütubətli hava hesab olunur. Belə bir səhvdir, doğru olmayan. Bora küləkləri Avropa qitəsində müşahidə edilə bilərmi? Bəli. Misal üçün, Adriatik dəniz sahillərində, Qara dəniz sahillərində mövcuddur. Getdi. Yer kürəsində mütləq minimum atmosfer təzyiqi quru üzərində Rusiyada müşahidə olunubdur. O mütləq maksimumdur Sibirdə. Mütləq minimum isə Yaponiyada Nancy qasırğasında müşahidə edilmişdir. 3. Yanlış fikirdir. Havanın temperaturun artması onun nisbi rütubətinin azalmasına səbəb olur. Bəli, temperatur və nisbi rütubət tərs mütənasibdir. Doğru. Ansiklonlar şimal yarımkürəsində saat əqrəbi istiqamətlə hərəkət edirlər. Doğrudur. Getdi. Vyetnamın sahilboyu ərazilərində qış aylarında əsasən şərq küləkləri olur. Vyetnamın sahilboyu ərazilərində yay aylarında əsasən şərq küləkləri olur. Çünki yay mussonları okeana görə. Amma demək, qış aylarında əsasən qərb və şimal-qərb küləkləri xarakterikdir. Səhvimizin biri də bu. 1, 3 və 6. On 19-cu suala nəzər yetirin. Geosiqnalın inkişaf mərhələlərinə uyğun gələn dağ silsilələri doğru qruplaşdırın. 3-cü mərhələdə cavan dağlar, 4-cü mərhələdə qədim dağlar. Demiş ki, burada istisna yoxdur. Cavan dağlar Krım və Antdır. Digər 3 dənəsi isə qədim dağlara aiddir. Ural, Kap və Böyük Xinqan. Cavabımız oldu C variantı.
Texnika və texnologiyanın təkamül yolla inkişaf etdiyi ölkələri müəyyən edin. İnkişafda olan ölkələri götürməliyik biz burada. Singapuru çıxırıq. B bəndə doğrudur. İnqilab desəydi, amma inkişaf etmiş ölkələri götürəcəkdik. C bəndə üçündə də inqilabdır. D bəndində Cənubi Koreya misal üçün getdi. Y bəndində ABŞ getdi. Doğru cavabımız B variantı idi. Qış gün dönümü üçün xarakterikdir. Berlində ən qısa gecələr müşahidə olunur. Bəli. Ən qısa gecələrdir. Yox, ən qısa yox, ən uzun gecələrdir daha doğrusu Berlində. Çünki qışda şimal yarımkürəsində gündüzlər qısa, gecələr uzun olur. Ona görə də A bəndi getdi. Bu tarixdən etibarən Tasmaniya adasında gecələr uzanmağa başlayır. Bu doğru fikirdir. Çünki bu tarixdə Tasmaniyada ən qısa gecədir. Amma bu tarixdən etibarən onsuz da demək gecələrin uzunluğu artmağa başlayacaq. B doğru. Günəş şimal tropikdə yox, cənub tropik üzərində zəngdədir. Şimal qütb dairəsində qütb gündüzləri müşahidə edilir. Əksinə qütb gecələri olmalıydı. Bakı şəhərinə günorta vaxtı günəş şüalarının düşmə bucağı 83,5'dir. Xeyr, 26,5'dir qış gün dönümündə Bakıya. Doğru cavabımız B variantı. 22-ci suala baxırıq müəllimlər. Doğru variantı müəyyən edin. Dunay, Dnepr və Don çayları Qara dənizə tökülür. Don çayı Azov dənizinə tökülür. Səhv. Xuanxe, Zambezi, Taxo çayları şərq istiqamətinə axır. Taxo Piriney yarımadasında qərb istiqamətinə axır. Bu da səhv. Amazon, Kongo və Amur çaylarının səviyyəsi il boyu təxminən sabit qalır. Amur musson rejimli çaydır. O yayda daha bol su olur. D bəndinə baxırıq. Nil, Visla və Po çayları daxili dənizlərə tökülür. Nil aralığa tökülür daxili. Visla Baltika tökülür daxili. Po Adriatika tökülür. Bu da daxili. Doğru cavab D idi. Mekong, Parana və Sırdərya çaylarının qidalanmasında yağış suları üstünlüyünü təşkil edir. Sırdərya çayının qidalanmasında buzlaq suları daha çox iştirak edir. Yəni üstünlüyünü təşkil edən buzlaq sularıdır. Mərkəzi Asiyada hündür dağlardan başlayır. Sırdərya da öz mənbəyini Tian Shan dağlarından götürür. Amudərya isə Pamirdən. 23-cü suala nəzər yetirin. Soyuq iqlim tipi 3 yarım tipə bölünür. Bəli, yayı quru, qışı quru, bir də bütün fəsilləri bol yağıntılı. Mülayim isti iqlim tipinin hər 3 tipinə Böyük Qafqaz təbii vilayətinə rast gəlinir. Bəli, Böyük Qafqazda yayı quraq da var, qışı quraq da var. Bərabər yağıntılı mülayim isti iqlimdə var. Yarım səhra və quru çöl iqlim tipinin bütün yarım tipləri Lənkəran təbii vilayətində mövcuddur. Talış dağlarında tallar şəklində mövcuddur. Doğru. Vulkanik əlada yalnız qışı quraq keçən soyuq iqlim tipinə rast gəlinir. Vulkanik əlada tək qışı quraq keçən soyuq iqlim tipi yox, həmçinin dağ tundra iqlimdə mövcuddur. Yanlış bu idi. Y bəndi. Mülayim isti iqlim tipi Ortaraz təbii vilayətində mövcud deyil. Doğrudur, Ortarazda mövcud deyil. $24-cü suala baxırıq. 9-cu saat qurşağının orta meridianı 108 şərq uzunluğu olsaydı. 108-i bölürsüz 9-a edir 12. Yəni, yer öz ox ətrafında 1 saata 12 dərəcə dönür. Onda görə sutka nə qədər olardı? 360 bölək 12. Sutkanın uzunluğu 30 saat olardı. 22 iyunda Cənub qütb dairəsində qütb gecələri olduğuna görə bütün sutka orada gecə müşahidə olunacaq. Yəni 30.
Çünki sutkanın uzunluğu artıq 24 yox 30 saatdir. İyirmi beşinci suala diqqət yetirin. Finlandiyanı İsveçdən fərqləndirən xüsusiyyət. Sahillərini Botnik körfəzinin suları yuyur. Fərqləndirən xüsusiyyət. Finlandiyanı İsveçdən. Botnik körfəzi ikisində də var, getdim. Hind-Avropa dilləri arasında mənsub deyil, bəli, bu həqiqətən də fərqləndirir. Finlandiya Ural dilləri arasına daxildir. B doğru cavabımız idi. Kağız istehsalı hər ikisində mövcuddur. İçməli su ehtiyatı hər ikisində yaxşıdır. Baltik dənizi hər ikisi aiddir. 26-cı suala baxırsınız müəllimlər. Qar xəttindən yuxarıda yerləşən dağ zirvələri. Ən azı 3900-dən yuxarı olan dağ zirvələrini götürmək lazımdır. Yamış dağ, Dəli dağ getdi. Qazan göl, Kükü dağ getdi. C bəndi doğru cavab idi. Zəfərin hündürlüyü 4301. Yar dağın hündürlüyü 4116. Sonra Tufan dağın hündürlüyü 4191. Burada Kömürköy gedirdi. Y bəndi isə Kəpəz gedirdi, Quton dağı gedirdi. 27. Sxemdə təsvir edilmiş tarixlə bağlı doğru olmayan fikri müəyyən edin. Doğru olmayan fikirləri. Baxırıq ki, qış günü dönümüdür, yəni 22 dekabrdır. Cənub yarımkürəsində qış fəsli yox, yay fəsli müşahidə olunur. Çünki günəş cənubda zəngdədir. Bir səhv. Şimal qütb dairəsində qütb gündüzləridir. Şimal qütb dairəsinə baxsanız görərsiniz ki, qütb gündüzü yox, gecəsidir. Bu səhv. Bakıdan bu tarixdə etibarən gecələr qısalmağa başlayır. Bəli, çünki Bakıda 22 dekabr ən uzun gecədir. Burada yavaş-yavaş gecələr qısalır, gündüzlər uzanır. Doğru idi, götürmürük. Günəş oğlaq, yəni cənub tropikində zəngdədir, doğrudur, getdi. Yeni Zelandiyada bu tarixdən etibarən gündüzün uzunluğu azalmağa başlayır. Bəli, çünki Yeni Zelandiyada bu tarixdə ən uzun gündüzdür. 22 dekabrdan sonra yavaş-yavaş gündüzlər qısalmağa doğru gedəcək. Avstriyada ən uzun gündüz müşahidə olunur. Avstriya şimal yarımkürəsində yerləşir. İsveçrə ilə qonşudur. Şimal yarımkürəsində də ən uzun yox, ən qısa gündüz olmalıdır. 1, 2, 6 doğru cavabımız. Aytaç müəllimə şagirdlərinə ilin bütün dövründə yaşadıkları şəhərdə London şəhəri ilə müqayisədə günorta vaxtı kölgənin uzunluğu daha qısa, Valetta şəhəri ilə müqayisədə isə daha uzun olduğunu söyləyir. Onlar hansı şəhərdə yaşayır? London bilir ki, Böyük Britaniya, Valetta isə Maltanın şəhəridir. Kölgənin uzunluğu Londondan il boyu çox qısadırsa, demək ki, Londondan ekvatora daha yaxındır. Yəni daha cənubda yerləşir. Valettadan isə əgər kölgənin uzunluğu çoxdursa, demək ki, Valettadan şimalda yerləşir. London və Valetta arasında yerləşən şəhər tapmaq lazımdır. Qahirə Valettadan da cənubdadır, getdi. Səna həmçinin cənubdadır, getdi. Kuala Lumpur, Malazya cənubdadır, getdi. Bu arada Səna Yemənin paytaxtıdır. Santiago ümumiyyətlə cənub yarımkürəsindədir, getdi. Qaldı ki, həm Londondan, həm də demək Valettadan cənubda yerləşir. London və Valetta arasında yerləşən şəhər isə Bakı şəhəri idi. $29-cu suala baxın. Ümumilli məhsul 80 milyard dollar, ümumdaxili məhsul isə 100 milyard dollara bərabərdir. Ümumidə 40% xarici şirkətlərin payı olarsa, ölkə şirkətlərin xaricdəki payını müəyyən edin. Tamam, əgər 100-ün 40%, yəni 40 milyarda
xarici şirkətlərin payıdırsa, ölkə şirkətlərin payına nə qədər qalır? 60 milyarda. Ölkə şirkətlərin payı biz bildik ki, həmçinin ümumilikdə də mövcuddur. 80-in əgər 60-ı ölkə şirkətlərinin ölkə daxilindəki payıdırsa, yerdə qalan demək 20-si isə olacaq ölkə şirkətlərinin xaricdəki payı. Cavab B bəndə. 30-cu suala diqqətli olun. Müvafiq olaraq qərzəkli və tumlu meyvəçilik. Qərzəkli meyvəçilik Şəki-Zaqataladadır. Tumlu meyvəçilik isə Qulbaxaçmazdadır. Bəs Naxçıvanda hansı idi? Çərdəkli meyvəçilik idi. Lənkəranda hansı idi? Sitrus meyvəçiliyi idi. Mərkəzi Aran bölgələrində hansı idi? Şirvan, Salyan, Mil, Muğan, həmçinin Mərkəzi Aran. Burada isə quru subtropik meyvələr və s. 31. Qara metrologiyada istifadə edilən gilin yerləşdiyi inzibati rayon üçün xarakterik deyil. Qara metrologiyada istifadə olunan gil bentonit gildir. O da Qazaxda yerləşir. Qazax bentonit gil. Daş salahlı yatağı. İnzibati rayon deyirsə Qazax. Kürün sağ sahilindədir, bəli, sağ sahilindədir, getdi. Bizə xarakterik deyil deyir. İki ölkənin sərhədə mövcuddur. Bəli, həm Gürcüstan, həm də Ermənistan. Getdi. Bəzi kəndlər işğal altındadır. Doğrudur. Hansı ki, bu yaxınlarda azad olundu bəziləri. Getdi. Gəncə Daşkəsən iqtisadi rayonunda yerləşir. Xeyr, Qazax Tovuzda yerləşir. Gəncə Daşkəsəndə yox. Yanlış buydu. Qırmızı körpü sərhəd keçid məntəqəsi də, bəli, Qazaxdadır. Eyni dil ailəsinə daxil deyirlər. Eyni dil ailəsinə. Baxaq. Kürdlər Hind-Avropa dil ailəsi. Hardan başlayır? Kürd demişik, Türklər. Türklər Altay dil ailəsi. Koreyalılar da yenə Altay dil ailəsi. Bu getdi. Avarlar, Ləzgilər, Qafqaz dil ailəsi. Getdi. Talışlar, Pəncablar, Hind-Avropa dil ailəsi. Getdi. Moldovanlar, Braziliyalılar, Hind-Avropa dil ailəsi. İngilislər, Hind-Avropa, Suriyalılar isə Afro-Asiya dil ailəsidir. Fərqli olan Y bəndiymiş. $60 kub metr təbii qazın yanmasından alınan enerjini neçə kiloqram torf hesabına əldə etmək mümkündür? Bir yanacaq vahidini digər yanacaq vahidinə çevirmək üçün həmin yanacaq vahidinin miqdarını öz əmsalına vurub bölməliyik bizdən soruşulanın əmsalına. Baxaq görək neçə eləyəcək? 60 vuraq 1,4 bərabərdir 168-ə. Cavab B bəndə. İkinci qayda isə kilokalori ilə hesablaya bilərsiniz. 60-ı vurmalıyız 9800-ə. 1 kub metr təbii qaz yanarkən 9800 kilokalori enerji alınır. Və bölməliyik torfun kilokalorisine, yəni 3500-ə. Yenə də eyni cavabı 168-i alacaqdıq. 34-cü sualla keçid alırıq. Müvafiq olaraq ən gənc və ən ucuz nəqliyyat növünü müəyyən edin. Baxırıq. Ən gənc olan əlbəttə ki, hava nəqliyyatıdır. Ən ucuz olan isə dəniz nəqliyyatı. Ən bahalı desəydi, o da hava nəqliyyatı olardı. Qərb yarımkürəsində yerləşən, əhasinə görə ən böyük ölkə ilə Cənub yarımkürəsində yerləşən, sahəsinə görə ən böyük ölkə üçün ümumi ortaq xüsusiyyət. Qərb yarımkürəsində yerləşən, əhasinə görə ən böyük ölkə ABŞ-dır. Cənub yarımkürəsində yerləşən, sahəsinə görə ən böyük ölkə isə Avstraliyadır. Burada əslində bütövlükdə Cənub yarımkürəsində yazsaydım daha yaxşı olardı. Çünki
Bəzi müəllimləri burada Braziliya ilə qarışdırıbdı. Bir çox müəllim. Demək, burada bütövlükdə cənub yarımkürəsində yazsaydıq daha yaxşı olardı. Kimlərsə burada Braziliya ilə qarşıdırsa problem deyil. Ulduzlu sual kimi doğru hesablaya bilərdik. Baxaq, ABŞ və Avstraliya. Sahillərini 3 okean suları yuyur. Demək, baxa görək, ortaq deyirsə, bunu götürə bilmərik. Avstraliya 3 okean deyil, 2 okeandır. 7. Sonra, inkişaf etmiş ölkələrdə hər ikisi inkişaf etmişdir, doğru. Siyasi mərkəzləri ən böyük şəhərlərdir. Xeyr, ikisinin də deyil. ABŞ-da New York kimi nəhəng şəhəri var. Washington kiçik şəhərdir. Avstraliyada isə Sydney. Əhalisi demoqrafik keçidin 4-cü mərhələsidir. Bəli, demoqrafik keçidin 4-cü mərhələsinə aiddir. Təbii artım tipi isə 1-ci tipdir. Neft və təbii qaz ixracatında fərqlənirlər. Xeyr, ABŞ ümumiyyətcə heç birini ixrac edəmir. Avstraliya isə təbii qaz ixrac edir, amma neft yox. Dünya okeanda iqtisadi zonaya malikdir. Əgər okeana çıxışı varsa, əlbəttə ki, iqtisadi zonaya malikdir. 6. Cavab C bəndə. Kürçükəliyi təbii vilayətinə aid olan xüsusiyyətlər. Qışı quraq keçən, mülayim isti iqlim yarım tipi yayılmışdı. Varmı? Bəli, var. Qanıq Əriçayda. 1. Şabaldı və qəhvəyi torpaqlar yox. Boz qonur torpaqlar daha çox üstünü təşkil edir. Boz çəmən həmçinin. Göllər əsasən çay-dərə mənşəlidir. Bəli, əsasən axmaz, yəni çay-dərə mənşəlidir. Düz. Yarımsəhra quru çöl, həmçinin intrazon landşaft mövcuddur, əlbəttə ki. Misal üçün, Qanıq Əriçayda intrazonaldır. Kürətrafı Tuqay meşələrində intrazonaldır. Bir çox ərazidə isə onsuz da yarımsəhra quru çöldür. 4 doğru. 1-4 cavabımız çıxdı, amma digərlərinə baxaq. Münbit torpaqlarına sitrus Külərazə aid deyil, Kürçükəlinə aid deyil daha doğrusu, vilayət olaraq. Lənkəran vilayətinə aiddir. 2 xarici ölkə ilə demək, həm sərhəddir. 2 xarici ölkə ilə yox, 3 xarici ölkə ilə həm sərhəd hesab olunur. Ona görə qaldı cavab 1, 3 və 4. Respublikamızda dağ çəmənlərinə aid olan xüsusiyyətləri müəyyən edin. Suala baxın biraz. Dağ çəmənlərində şabalı torpaq olmur. Şabalı torpaqlar dağ çölləri üçün xarakterikdir. Dağ çəmənin yüksək dağ zirvəsində suvarmanın nə işi var? 7. Soyuq iqlim tipində formalaşır. Bəli, əsasən soyuq iqlim tipində formalaşır, doğru. Biçənəklər geniş sahə tutur, doğrudur. Yay otlaqlarda hesab olunur. Talış dağlarına dağ meşələrindən sonra gəlir. Talış dağlarına dağ meşələrindən sonra gələn dağ çəmən deyil, o dağ çöldür. Rütubətlənmə əmsalı vahiddən böyükdür. Bəli, böyükdür. 6, 3, 4, 6 görək hansıdır? Y bəndə. (38) baxırsınız. G8 ölkələri. G8 ölkələri hansılardır? ABŞ, Kanada, Fransa, Böyük Britaniya, İtaliya, Almanya, Yaponiya və Rusiya. Ona görə də cavabımız baxaq görək hansı qalır? Kanada və Rusiya. Rusiyanın daxil olmasından bilirik ki, G7 G8 ölkələrinə çevrildi. 2012-ci ildə ölkə əhalisi 19 milyon, 2022-ci ildə isə 27 milyon nəfər olmuşdu. Ölkənin sahəsi bu qədər olarsa 40 min kvadrat kilometr. Ölkədə əhalinin orta sıxlığı neçə nəfər artmışdı? Görək əhali sayı nə qədər artıbdır? Əhali sayı artıbdır. 27-dən 19-un çıxanda 8 milyon. 8 milyonu bölək 40 minə görək demək orta sıxlıq nə qədər artıbdır? Sıxlıq artıb 200 nəfər keçən dövr ərzində. Ölkədə əhalinin sıxlığı, orta sıxlığı neçə nəfər artmışdı? Baxa görək, 200 nəfər.
artıbdır. Elə cavab da 200-dür. Əgər desəydik ki, orta illik sıxlıq nə qədər artıbdır, onda aradan keçən illərin sayına bölməliydik. Burada orta illik demədiyinə görə elə 200-ü götürə bilərsiniz. 40-cı sual. Baxırsınız. Tacikistan və Finlandiya haqqında ümumi ortaq xüsusiyyətləri müəyyən edin. Tacikistan və Finlandiya. Yerləşir regionda fərqli dil ailəsinə mənsubdur. Finlandiya Şimali Avropada Ural dil ailəsi fərqlidir. Tacikistan isə Mərkəzi Asiya regionunda demək Hind-Avropa dil ailəsi bəli fərqlidir. Bu doğru. İkisinin ortaqdır. Unitardırmı? Bəli, ikisi də unitardır. Doğru. Dağlıq relyef Finlandiya üçün xarakterik deyil. Meşə məhsulları Tacikistan üçün xarakterik deyil. 2-dən artıq ölkə ilə quru sərhədinə malikdir. Bəli, bu ikisi üçün də xarakterikdir. Tacikistan 4-cü mərhələ olmaz. Orada təbii artım yüksəkdir. 1, 2 və 5. 1, 2 və 5. Cavab A bəndə. 41-ci suala diqqətlə baxın. İnzibati rayon mərkəzi olmayan şəhərlər. Xırdalan Abşeron rayonunun mərkəzidir. Ağdərə şəhəri Ağdərə rayonunun mərkəzidir. Lənkəran şəhəri Lənkəran rayonunun mərkəzidir. Yevlax şəhəri Yevlax rayonunun mərkəzidir. Gəncə və Xudat isə rayon mərkəzi olmayan şəhərlərdir. Cavab Y bəndə. Növbəti suala keçid alırıq. Suala baxın. Doğru olmayan fikirləri müəyyən edin. Ağsu İnzibati rayonu Mərkəzi rayon İqtisadi rayonunda yerləşir. Bu elə doğru deyil. Ağsu çünki Dağlıq Şirvana aiddir. Nepal materik daxili ölkədirmi? Bəli. Getdi. Xəzər Avtomobil Zavodu Neftçalda yerləşirmi? Bəli, Neftçalda yerləşir. Getdi. Bizə doğru olmayan lazımdır. Sarı torpaqlar səhra yarımsərhəddə yaranmaz. Səhra yarımsərhəddə boz torpaqlardır. 4 səhvdir. Mülayim musson iqlim tipi ancaq şimal yarımkürəsində rast gəlinir. Bəli, cənubda ümumiyyətcə musson yoxdur. Getdi. Yüngül əvam metalların emal müəssisələri əsasən xammal mənbələrində yox, elektrik enerjisinə yaxın zonalarda yerləşdirilir. Demək, bu da yanlışdır. 1, 4, 6. Ağır əlvan olsaydı amma doğru götürə bilərdik. Keçirik növbəti suala müəllimlər. 43-ə baxın. Qış günü dönəmi təsvir olunubdur. Yenə 22 dekabr. Bütün coğrafi məntəqələrdə gecə-gündüz bərabərliyi müşahidə olunur. Bu bizə doğrunu deyir, eləmi? Bəli. Bu ancaq 23 sentyabrdan 21 marta aiddir. Getdi. Bu tarixdə Yeni Zelandiyada ən qısa gecələr müşahidə olunur. Yeni Zelandiyada ən uzun gündüz, ən qısa gecədirmi? Bəli, doğrudur. 3-ə baxırıq. Şimal yarımkürəsində payız fəslinin son günüdür. Şimal yarımkürəsində qış fəslinin son günüdür. Payızın yox. Bir dəqiqə. Şimal yarımkürəsində payız fəslinin son günü hesab edilir. 22 dekabr. Şimal yarımkürəsində. 22 dekabr şimal yarımkürəsində demək qış fəsli başlayır da. Qış fəsli başlayırsa bəli, payızın son günüdür. Doğru. 3. Şimal qütb dairəsində 24 saat günəş üfüqdə görünmür. Bu da doğrudur. Şimal qütb dairəsində 24 saat demək günəş üfüqdə görünür qeyd olunubdur. Mən görünmür oxuyuram. Görünür desə səhvdir, görünmürdü. Cənub yarımkürəsində qış fəsli yox, yay fəsli başlayır. Bu da səhv. Azərbaycanda bu tarixdən etibarən gündüzlər uzanmağa başlayır. Bəli, 22 dekabrdan sonra gündüzlərimiz uzanır. 2-3 halda görək varmı?
Y bəndi. 44-cü suala baxın. Doğru olmayan fikri müəyyən edin. Qrifon qeyzerin yer səthinə çıxdığı çökəklik mi? Doğru. Ural və Kap paleotektonik hərəkətlər doğru. Planda relyef təsvir etmək üçün keyfiyyət fonu üsulundan istifadə edilir. Tamam. Planda relyef təsvir etmək üçün keyfiyyət fonu yox, horizontallardan istifadə olunur. Horizontallar da izoxətlər üsuluna aiddir. Çünki izohipsdir. C səhv. Silindrik freksiya ilə tərtib olunmuş dünyanın xəritəsində Uganda və Kolumbiyadan sıfır tərifli xətt keçər. Bəli, ekvator hər ikisini kəsir. Doğrudur. Kaynozoyun əvvəlində Lavrasiya materiki mövcud deyildi. Bəli, çünki Mezozoyda onsuz da Lavrasiya Şimali Amerika ilə Avrasiya bölünmüşdü. Lavrasiya Kaynozoyda mövcud deyildi. Doğrudur bu da. 45-ci suala baxın müəllimlər. Eol relyef formları, yəni küləklərin əmələ gətirdiyi, əlbəttə ki, duyum və barxandır. A bəndən baxırıq, Karnasirik, həmçinin D bəndə Moren və Troklar buzlağa aiddir. C bəndə yeraltı sulardır, Karslar. Y bəndə isə abrozion düzənlikləri misal üçün aiddir. Demək, dalğaların təsiri nəticəsində yaranır sahil boyu ərazilərdə. Okean tipli yer qabığı, yəni qranit təbəqəsi olmasın. Materik sözü olanları çıxmaq lazımdır. Materik yamacında var, materik ətəyində var. Materik ətəyinin etibarən yoxa çıxır. Şerif düzənlikləri onsuz da materik dayazlığı var. Doğru cavab C bəndi idi. Materik ətəyi, materik yamacı getdi. Demək, materik yamacı getdi. 47. Fiziki aşınmanın daha intensiv getdiyi ərazilərdəndir. Yəni, səhra yarımsəhra şəraitində yerləşən ərazini götürməliyik. Burada götürürük Yəmənin Sokotra adasını. Digərlərində rütubət kifayət qədər mövcuddur. Ona görə də orada fiziki aşınmadan daha çox digər aşınma növləri üstün olar. 48-ə baxın müəllimlər. Ölkə əhalisi 120 milyon nəfərə bərabərdir. Ölkədə urbanizm səviyyəsi 75% olarsa, kənd əhalisi neçə milyon olar? Əgər urbanizm 75-dirsə, kənd əhalisi 25%-dir. 120-nin 25%-ni tapacaq, o da dəqiqə baxım görün neçə eləyir. Aha, 30 milyon nəfər etdi. Cavab C bəndə. Doğru fikirləri müəyyən edin. 37 azimut ilə 153 azimut əks azimutlardır. Əks azimutlar ikisi də 180-dən böyük və yaxud ikisi də 180-dən kiçik ola bilməz. Hesablamağa ehtiyac yoxdur, səhvdir. Rapiyaq vulkanı Yeni Zelandiyada adada yerləşirmi? Bəli, adada yerləşir. Doğru. Platforma geosignalın inkişafının 3-cü mərhələsidir. 3-cü yox, 4-cü mərhələsidir. Yanlış. Oroqrafik xəritələr tematik xəritələrdir. Bəli, relyefin əks olunduğu xəritələrdir. Bir mövzudan bəhs edir. Miqyasın kəmiyyəti böyüdükcə, böyük olduqda xəritə üzərindəki məsafələr və sahələr kiçik olur. Miqyasın kəmiyyəti deyirsə, bəli. Nümunə kimi deyirəm. Azərbaycanın siyasi xəritəsinə baxın, bir də dünyanın siyasi xəritəsinə baxın. Dünyanın siyasi xəritəsində miqyasın kəmiyyəti böyük olduğuna görə orada Azərbaycan kiçik göstərilibdir. Azərbaycanın siyasi xəritəsinə nisbətən. Və yaxud məsafələr də yenə kiçikdir. 6-ya baxırıq. Azor və Antil adaları litosfer tağların divergentində yerləşir. Azor tamam doğruydu, amma Antil pozurdu. Cavabımız 2, 4, 5 B variantı.
Və gəldik 50-ci suala nəhayət. A ölkəsi haqqında aşağıda verilmiş fikirləri nəzərə alaraq onun cədvəldəki ölkələr ilə bütün oxşar xüsusiyyətlərini müəyyən edin. Yeni sənaye ölkələr qrupuna daxildir. Ölkəmizin həmsərhəd olduğu 3 ölkə ilə quru sərhədinə malikdir. Ərazisindən başlayan çayların bəziləri Xəzər dənizi hövzəsinə aiddir. Söhbət əlbəttə ki, Türkiyədən gedirdi. Türkiyə həm İrandan, həm Gürcüstanla, həm Ermənistana sərhəddir. Yeni sənaye ölkəsidir. Bir də oradan başlayan çaylardan Xəzərə tökülən var. Misal üçün Kür çayı. Həmçinin arazida hövzə olaraq yenə Kür hövzəsinə aiddir. İslandiya ilə bütün oxşar xüsusiyyətlərinə baxaq. İki yarımkürədə yerləşirmi? Bəli, ikisi də iki yarımkürədə yerləşir. Doğru. İtosfer dağlarının divergent sərhədi Türkiyə divergent deyil, konvergentdir. Yanlış. Daxil suları iki okean hövzəsinə Türkiyə bəli Atlantiklə demək Hind okean hövzəsi. İslandiya isə şimal ucu ilə Atlantik okean hövzəsi. Düz. Peru ilə geotermik pillə kiçikdir. Seismik zona olduğuna görə bəli ikisi də kiçikdir. Demografik partlayış müşahidə edilməz. Demografik partlayış demək demografik keçidin ikinci mərhələsində olan ölkələr üçün xarakterikdir. Getdi. Filiz faydalı qazıntılarla zəngindir. Misal üçün Peru mis ehtiyatından zəngindir. Türkiyə xromit ehtiyatından, dəmir filizi ehtiyatından zəngindir. Doğru. Malayziya ilə bir hissəsi yarımadada yerləşir. Bəli, Türkiyə Kiçik Asiya, Malayziya isə Malakka. Sahillərini iki okean hövzəsi yuyur. Türkiyə sahillərinin ancaq bir okeandır. Bütün ərazisində gecə vaxtı polarizi müşahidə etmək mümkündür. İkisi də bütövlükdə şimal yarımkürəsində yerləşdiyinə görə doğrudur hər ikisi üçün. Demək, 1-ə AC, 2-yə AC, həmçinin 3-ə AC cavabımız A variantı idi. Hər birinizə uğurlar arzu edirəm. Növbəti sınaqda görüşərik.